to 80 years ago, I took $114.75, every penny I'd saved, and I bought 3 shares of City Service Preferred. And City Service was a pretty well-known name down then. Heç düşünmüsən? Niyə bəziləri pul yatırır və illər sonra sərvətə sahib olur, amma digərləri eyni pulla başladığı halda heç nə qazanmayıb yerində sayır? Cavab sadədir. Çoxları pul qazanmağı bilir, amma onu artırmağı, yatırımı idarə etməyi bilmir. Bu videoda sənə dünyanın ən ağıllı və uğurlu investitorlarından biri Warren Buffett'ın 5 qızıl yatırım qanununu göstərəcəm. Bu prinsiplər təkcə səni varlı etmir, həm də sənə pulun işləməsini öyrədir. 1-ci qanun. Uzun müddətli düşün. Ən böyük səhv qısa müddətli qazancların arxasınca qaçmaqdır. Buffett deyir, əgər bir şirkətin səhəmini 10 il saxlamağa hazır deyilsənsə, 10 dəqiqə belə saxlamağa dəyməz. Yəni, səhm qiymətinin bu gün düşməsi səni qorxutmasın. Əgər sən düzgün seçim etmisənsə, zaman sənin tərəfindədir. Əsl sərvət səbirlə böyüyən yatırımda gizlidir. 2-ci qanun. Nəyə yatırım etdiyini başa düş. Heç bir zaman anlamadığın bir şeyə pul qoyma. Çünki anlamadığın bir sistemdə itkilərin haradan gəldiyini də bilməyəcəksən. Buffett yalnız tanıdığı, iş modelinə güvəndiyi şirkətlərə yatırım edir. Əgər sən kriptovalyutaya sərmayə qoyursansa, o layihənin texnologiyasını, təhlükəsizliyini, arxasındakı komandanı tanımalısan. Yatırım bilgidir. Bilgi isə sənin ən böyük silahındır. 3-cü qanun. Dəyər axtar. Ucuz görünən hər şey dəyərli deyil. Əksinə, bəzən ucuz görünənlər sənə ən bahalı dərsləri verər. Əsl investitor ucuzluğa yox, dəyərə baxır. Dəyər gələcəkdə artacaq potensialdır. Sən pulunu elə layihəyə qoy ki, o layihə zamanla böyüsün. Yoxsa bir anda parlamaq üçün yaranmış tələyə çevrilməsin. 4-cü qanun. Təhlükəsiz və davamlı strategiya qur. Risk qaçınılmazdır, amma ağıllı investitor riski idarə edir. Bütün pulunu bir yerə qoymaq, biletin hamısını bir nömrəyə yatırmaq kimidir. Qazanmaqda ola bilərsən, amma çox vaxt hər şeyi itirirsən. Buffett'ın strategiyası sadədir. Sərmayəni böl, ancaq anladığın sahələrə yatır. Yəni həm səhmlər, həm fondlar, həm də kripto kimi müxtəlif aktivlərə payla. Bu səni bazarın ən sərt dalğalarından qoruyacaq və uzun müddətli sabit gəlir yaradacaq. 5-ci qanun. Səbir zənginliyin anaçarıdır. Səbr etməyə bacarmayan investitor gələcəyini öz əlləri ilə satır. Buffett'ın sərvəti bir gecədə yaranmadı. O, 10 illərlə gözlədi, analiz etdi, təmkinli davrandı. Sən də hər ay az miqdarda belə olsa davamlı yatırım et. Zaman keçdikcə faiz üstünə faiz gələcək və nəticədə pul sənin üçün işləyəcək, sən pul üçün yox. Unutma, zənginlik şansın yox, sistemin nəticəsidir. Bunlar Warren Buffett'ın illərlə sınaqdan keçmiş sirləridir. Videonu bəyəndinsə, kanala abunə olmağı və videonu bəyənib paylaşmağı unutma.